Ayda, bu internet yenə işləmir. Zəng edeyim görüm nə məsələdir. Alo, salam. İnternet işləmir. Bəli, eləmiş. Hətta pəncərədən belə tullayıb yoxlamışam. Bəli, çıxarıb taxmışıq. Bəli, mən artıq ailəmə dedim ki, bizi unutmasınlar. Biz bu internet çağında çətin sağ qalarıq. Nə? 24 saat? Mən artıq divara, çatlara baxıb film senaryosu yazmağa başladım. Ayxan, sən niyə yemək yemirsən? Mən pəhrizdəyəm. Nə pəhrizi? Rəqəmsal pəhriz. Artıq real yeməklər yemirəm. Ancaq yemək videolarına baxıram. Sən tam dəli olmusan. Yox, çox effektli. Bax, dünən 3 pizza, 2 kebab və 1 tok yemişəm. Amma ancaq gözlərimlə. Mədə də acından ağlayır. Yox, mədəmi səssiz moda atmışam. Bir dəqiqədə biz çox əziyyət çəkdik burada. İki ayrı süjet oldu. Yəni mənə gəlir ki, məsələ bir siz nədədir? Məsələni görün. Məsələ texnikada deyil, məsələ geyimdə deyil, məsələ mühitdə deyil, məsələ şəraitdə məsələ biz heç olmasa oyun da görmədik axı burada. Oyun da yoxdur, uşaqların xəbəri yoxdur. Onlara oynatmaq üçün hansı həvəsi verək onlara, hansı stimulu verək onlara? Mən üzr istəyirəm, onu demək istəyirəm. Çox üzr istəyirəm. Məsələ bir siz nədədir? Baxın, bir sıra səbəblər var. Onlardan eləsi var ki, haqlı səbəbdir, eləsi var haqsız səbəbdir. Çünki belə yanaşıqsa ümumiyyətlə qatılmayaq, özümüzü pis vəziyyətə qoymayaq. Bu bir, mübarizə aparırsansa axıra qədər aparmalısan. Ya nəyisə daha yaxşı eləməyə bacarmalısan, ya da eləməməlisən. Daha çox səy göstərilsə, həqiqətən daha yaxşı iş ortaya qoymaq mümkündür. Hamısında ssenari problemi var. Və ikinci, əsas problem isə mən sizə deyim nədir? Bu cür düşünüb özlərini motivasiyadan salırlar. Füzuli Gəncəyev daha yaxşısını eləyə bilər. Bizim köməyimizin mənə gəlir ki, nədə olaraq hava su kimi lazımdır. Bir çox videoda biz baxıb görürük ki, əslində nəsə ideya qığılcım var uşaqlarda. Amma hazır məhsul edib ortalığa çıxarda bilmirlər.